Dünyada elə ölkələr var ki, onları başa düşmək üçün sadəcə prezidentin kim olduğuna baxmaq kifayət etmir. İran da məhz belə dövlətlərdən biridir. Çünki burada görünən hakimiyyətlə əsl qərar verən güc həmişə eyni olmur. Bəs İranda son sözü kim deyir? Prezident yoxsa ordu, din xadimləri, yoxsa hamısından daha güclü biri? Bu videoda İran dövlətinin necə idarə olunduğunu, hakimiyyət sisteminin arxasında hansı güclərin dayandığını və niyə bu sistemin dünyada ən fərqli siyasi modellərdən biri hesab edildiyini ətraflı şəkildə izah edəcəyik. İran rəsmi olaraq İran İslam Respublikası adlanır. Bu təsadüfi ad deyil. Çünki ölkənin idarə etmə sistemi həm dini hakimiyyəti, həm də klassik dövlət idarəçiliyini özündə birləşdirir. Burada həm prezident seçkiləri keçirilir, həm də parlament fəaliyyət göstərir. Həm də bütün sistemin üzərində duran çox güclü dini rəhbərlik mövcuddur. Bu model 1979-cu ildə baş verən İran İslam inqilabından sonra artıq formalaşmağa başladı. İnqilabdan əvvəl ölkəyə şah rejimi rəhbərlik edirdi. Ayətullah Ruhullah Xomeyni yeni sistem qurdu və dövlətin əsasını dini rəhbərliyin təşkil etdiyi vilayəti fəqiq modeli yaradıldı. Aradan illər keçdikdən sonra İran daxilində və regionda böyük dəyişikliklər baş verdi. Son hadisələrdən sonra Xomeyni İsrail tərəfindən həyata keçirilən əməliyyat nəticəsində məhv edildi və hazırda ölkədə dini rəhbərlik xəttini onun oğlu davam etdirir. Bu dəyişiklik İran daxilində siyasi balanslara ciddi təsir göstərsə də, dövlətin əsas idarə etmə modeli hələ də əvvəlki sistem üzərində qurulub. İranda ən böyük siyasi və təhlükəsizlik gücü ali dini rəhbərlik hesab olunur. Prezident xalq tərəfindən seçilsə də, ölkənin strateji xəttini müəyyən edən əsas mərkəz məhz dini rəhbərlik və ona bağlı təhlükəsizlik strukturlarıdır. Bu səbəbdən İranda prezident dəyişəndə belə dövlətin əsas siyasəti tam dəyişmir. Xüsusilə xarici siyasət, nüvə proqramı və regional hərbi fəaliyyətlər və Amerika-İsrail münasibətləri kimi məsələlərdə əsas qərarlar daha yuxarı səviyyədə verilir. Prezident isə əsasən hökumətin gündəlik fəaliyyətinə, iqtisadiyyata, nazirlərin işinə və beynəlxalq diplomatik əlaqələrə nəzarət edir. Amma onun imkanları müəyyən sərhədlərlə məhdudlaşır. Çünki İran sistemində ali dini rəhbərliyin razılığı olmadan böyük strateji qərarların həyata keçirilməsi çox çətin hesab olunur. İranda parlament də fəaliyyət göstərir. Parlament qanun layihələrini qəbul edir, büdcəni müzakirə edir və hökumət üzvlərini təsdiqləyir. Lakin burada maraqlı bir məqam var. Qəbul edilən qanunlar birbaşa qüvvəyə minmir. Onlar əvvəlcə xüsusi dini hüquqi qurum tərəfindən yoxlanılır. Bu qurum Konstitusiyanı Qoruyanlar Şurası adlanır və İranın ən güclü strukturlarından biri hesab olunur. Şura həm qanunların İslam qaydalarına uyğun olub-olmadığını yoxlayır, həm də seçkilərə nəzarət edir. Hətta prezident və parlament seçkilərində kimlərin namizəd ola biləcəyinə belə bu qurum qərar verir. Məhz buna görə İranda hər kəs seçkilərdə iştirak edə bilmir. Sistemə uyğun hesab olunmayan şəxslərin namizədliyi əvvəlcədən ləğv edilə bilər. Bu məsələ isə uzun illərdir beynəlxalq müzakirələrə səbəb olur. İranın ən güclü strukturlarından biri də İslam İnqilabı Keşikçiləri Korpusudur. Dünyada daha çox Sepah adı ilə tanınan bu qurum adi ordu hesab edilmir. Onlar həm hərbi gücə sahibdir, həm iqtisadi layihələrdə iştirak edir, həm də regiondakı İran təsirinin əsas ayaqlarından biri hesab olunur. İnqilab keşikçiləri İranın raket proqramlarından tutmuş, xaricdəki silahlı müttəfiq qruplarla əlaqələrə qədər bir çox sahədə aktiv rol oynayır. Xüsusilə Yaxın Şərqdə İranın təsir imkanlarının genişlənməsində onların mühüm rolu olduğu deyilir. Bir çox ekspert hesab edir ki, İranı anlamaq üçün sadəcə prezidentə baxmaq kifayət etmir. Çünki ölkədə hakimiyyət bir neçə fərqli güc mərkəzi arasında bölünür. Dini rəhbərlik, təhlükəsizlik strukturları, parlament, hökumət və xüsusi şuralar birlikdə mürəkkəb idarə etmə sistemi yaradır. İranın bu qədər fərqli görünməsinə əsas səbəb də məhz budur. Burada həm seçkilər keçirilir, həm də əsas strateji xətt müəyyən dairələrin nəzarətində qalır. Bu səbəbdən İran nə tam klassik demokratiya hesab olunur, nə də adi hərbi idarə etmə modeli.
Bu ölkə uzun illərdir regionun ən güclü və ən mübahisəli dövlətlərindən biri olaraq qalır. Xüsusilə son dövrlərdə yaxın şərqdə artan gərginlik, İsraillə qarşıdurma, nüvə proqramı və beynəlxalq sanksiyalar İranın idarəetmə modelini yenidən dünyanın diqqət mərkəzinə gətirib. Məhz buna görə İranın necə idarə olunduğunu birbaşa başa düşmək, regionda baş verən hadisələri anlamaq üçün olduqca vacibdir.